Bu deyirəm, bu şərəfsizlikdir. Şərəfsizlikdir. Sən necə götürüb özünə aid olan bir məsələni başqasına şər kimi axa bilərsən? Necə deyə bilərsən ki, Talışlar, nə bilim, filan kəs Rusiyaya işləyir, halbuki özün işləyirsən. Bu qədər şərəfsizlikmi olar? Bu qədər əxlaqsızlıqmı olar? Həmçinin gedib Avropada səfirliklərində oturub öz problemlərindən danışmaq əvəzinə Talışların məsələsi ortaya gələndə bu insanları üzdə dəstəkləyin, amma çox dəstəkləməyin, bunlar İranın, Rusiyanın adamı demisən. Gəlir bunları sən demirsən. Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, bunları siz demirsiniz. Talışları gedib orada Rusiyanın casusları kimi təqdim eləmişsiniz. Elə bilirsiniz Avropalılar axmaqdır və yaxud Amerikalılar axmaqdır. Baxın, biri də bu gün sizi müdafiə eləmir. Çünki etdiklərinizə görə bunların kəşfiyyatı var, bunların özünün strukturları var. Elə bilirsiniz bu insanlar axmaqdır. Sizin dediyinizə hə deyib yola veriblər illərlə. Sizə inanırlar. Heç biri sizə inanmır. İndi dəstəkləmir. Heç bir bəyanat da verməyəcəklər.